Əsədəllah əyyamənə və əyyaməkum inşallah. Qarşıda gələn gecə Həzrəti Əli Əkbər əleyhissalamın bərəkətli və saadətli viladət gecəsidir. Bu bərəkətli viladət münasibəti ilə Həzrəti Bəqiyyətillahil Əzəm İmam-ı Zaman Əccalallah Teala Fərəcəhu Şərifin məhsər-i şərifinə və siz möhtərəm möminlərə təbrik ərz edirəm. Allahdan istəyirəm ki, dünya və axirət bizi Həzrəti Əli Əkbər əleyhissalamdan ayrı salmasın. Həzrəti Əli Əkbər əleyhissalamın məqamı Allah yanında çox ucadır. Həzrəti Əli Əkbər əleyhissalamın şəxsiyyəti çox əzəmətlidir. Biz bunu İmam Hüseyin əleyhissalamın onun haqqında buyurduğu sözlərdə müşahidə edirik. İmamların, böyüklərimizin, Həzrəti Əli Əkbər əleyhissalamın əzəmətli şəxsiyyətinə verdiyi dəyərlərdə müşahidə edirik. Onlardan biri budur ki, Aşura ziyarəti ki oxuyuruq. Aşura ziyarəti özü qudsi bir ziyarətdir. Orada Həzrəti Əli Əkbər əleyhissalama 2 dəfə salam veririk. Əssalamu aləl Hüseyn və alə Ali ibn-i Hüseyn. Ali ibn-i Hüseyndən məqsəd Əli Əkbər əleyhissalamdır. Sonra və alə əvladil Hüseyn dedikdə ümumi salamda övladlar arasında da Əli Əkbər əleyhissalama salam veririk. İmam Hüseyin əleyhissalamın oğlanlarının hamısının adı Əli olubdur. Əli Əkbər, Əli Yovsət, Əli Əsğər. İmam Səccad əleyhissalam ki, İmam Hüseyin əleyhissalamın oğludur. Əsl adı Əli idi, Səccad ləqəbidir. O ki, Yezid-i Məlun İmam Səccad əleyhissalamı gördü və adını soruşdu, bildi ki, adı Əlidir. Soruşdu ki, bəs Kərbəlada Əli adında olan oğlu şəhid olubdu. Şəhid olub, biz dedik, biz ərz edirik. O dedi ki, Allah onu öldürdü. Həzrəti İmam Səccad əleyhissalam buyurdu ki, İmam Hüseyin əleyhissalam belə buyurur ki, Allah mənə nə qədər oğul versə adını Əli qoyar. Adı Əli idi. Əli Əkbər Allah yanında çox əzəmətli bir şəxsiyyətdir. Aşura ziyarətində bu cür xüsusi və ümumi salam veririk. Aşura günündə İmam Hüseyin əleyhissalam Əli Əkbər əleyhissalam haqqında, oğlu haqqında meydana gedərkən bir söz buyurubdu. O Həzrəti Əli Əkbərin o uca məqamın, böyük şəxsiyyətin çatdırır. Həzrət buyurur ki, Allahümmə kun əntəş şəhidu aleyhim. Elə ki, Əli Əkbər əleyhissalam izni meydan aldı, meydana getdi və çox şücaət göstərdi. Bunu ərz edim ki, Əli Əkbər sıradan bir övlad, sıradan bir oğul deyildi. Əli Əkbər xüsusi imtiyazlara sahib olan bir oğul idi. Adi halda görsən bir atanın neçə oğlu var. Bəziləri yaxşı olur, bəziləri pis olur, bəziləri iman əhli olur, imtiyazları olur, şəxsiyyətə sahib olur, bəziləri olmur. Əli Əkbər əleyhissalam sıradan bir övlad deyildi. Əli Əkbər böyük əzəmət və şəxsiyyətə malik olan bir şəxsiyyət idi özü. Böyük ruha malik olan bir insan idi. Təəssüflər olsun ki, az deyilir, az yazılıbdır Əli Əkbər haqqında. Həzrət Əli Əkbər əlğanı vəsf edir. Ərz edir, ey mənim Allahım, sən şahid ol bu qovmə, fəqəd bərəzə iləyhimğulamun, elə bir cavan onların meydanına yola saldım,
Əşbəhun nas xalqan və xolqan və məntiqən bi rəsulik və kunna izə əştəqna ilə nəbiyyik nəzərna iləyh. Allahım şahid ol, sən bu qovmə elə bir şəxsiyyət, elə bir cavan gedir bunların meydanına ki, təbii ki, şəhid olacaq. Üçün bərabər olmayan bir döyüş. Namərd şəkildə hücumlar edirdilər. Elə bir oğuldu ki bu oğul, elə bir cavandı ki, zahiri görkəmdə, xəlqən, yəni yaradılışda və xolqən və əxlaqda və məntiqən danışıqda sənin rəsuluva ən oxşar insandır. Əşbəhün nas. Bir var şəbih, oxşar. Əşbəh yəni daha oxşar. Sonra buyurur ki, İdə əştəqna ilə nəbiyyik. Hər zaman biz sənin peyğəmbərin üçün darıxırdıq. Darıxanda nəzərna iləyh. Əl-Yəşbərə baxırdıq. Həqiqətən bu cür idi. Peyğəmbər üçün darıxanda Əhl-i Beyt Əl-Yəşbərə baxardı. Bu söz haqqında dəfələrlə xütbələr eşitmişsiniz. Biz də illər öncə bu sözü izah eləmişik. Əvvələn budur ki, burada 3 məsələ vurğulanır. Bu cümə xütbəsində nələrə istəyirəm işarə edəm Allahın izni ilə. Birincisi Həzrət buyurur ki, xəlqən, yəni zahiri görkəm. Əl-Yəşbər yaradılışda babası Rəsulullah'a oxşayırdı, çox oxşayırdı. Bu təbiidir bir baxımdan. Nəvə babasını oxşaya bilər, bəli. Uşaq babalarını oxşaya bilər, dayılarını oxşaya bilər, əmlərini oxşaya bilər, qızdırsa xalalarına, bibilərinə və s. Bu genetikadır. Əl-Yəşbər daha çox oxşayırdı. Həzrət Əl-Yəşbər Peyğəmbərin bütün fəzilətlərinin elə bir güzgüsü idi, göstərici idi. Tarixçilər Peyğəmbər ailəsindən belə bir adam yazmayıb ki, Əl-Yəşbər qədər Peyğəmbərə oxşasın. Yazılmayıbdı bu. Ki, Həzrət özü buyurur, biz sənin Peyğəmbərin üçün darıxanda, ey mənim Rəbbim, bu cavana baxardıq, oğlum Əl-Yəşbərə baxardıq. İndi zahiri görkəm nəvədir, babaya oxşayır. İndi bunu Əl-Yəşbər ki, bizim cavanlar üçün, bizlər üçün nümunə olmalıdır. Buradan istifadə olunur ki, bizlər, məxsusən cavanlar, zahirə diqqət etməlidirlər. Zahiri görünüş, təmizlik, nəzafət, gigiyeniya, müsəlmanın, Əli şiyəsinin, Əl-Yəşbər ardıcıllığının, Əl-Yəşbər ardıcılı olan cavan gərək təmiz, gözəl görsənə. Saçları, saqqalı, geyimi təmiz ola. Paltarlarına, geyiminə diqqət eləyə. Şiə balası, Əl-Yəşbər şiyəsi olan cavan bir müsəlman gərək cəmiyyətdə başqaları ilə fərqlənə geyimində. Məsələn, mömindirlər. Hətta cümə namazına gəlir, məclislərə gəlir, ərbəyin yürüşündə müşahidə olunur, ziyarətlərdə münasib geyimi yoxdur. Axı sən möminsən, şiəsən, müsəlmansan, küçədə gəzən qeyri-müsəlmanlarla sənin geyimində fərq olmalıdır. Yoxdur axı bu. Bu çox pis haldır. Gərək ola. Möminlər Əl-Yəşbəri özünə ideal nümunə götürənlər gərək zahirə, təmizliyə, geyimə diqqət göstərsinlər. İmam Baqir əleyhissalamdan hədis var. Həzrət buyurur ki, Bəni İsrail
qadınları bilirsiniz niyə pis yola düşdülər? Çünki onların kişiləri özlərinə fikir vermirdilər. Kişi gərək özünə fikir verə. İndi parantezə mən bunu üzr istəyirəm ərz eləməyə. Bəzən elə bir insanlardan rastlaşırsan, adamın yadına düşür ki, bundan daha yaxın olan ailə üzvləri nə çəkir görəsən. Necə yaşayırlar bu adamlar? Ya indi onlar da ola bilsin öyrəşiblər, hamı bu haldadır, hiss eləmirlər. Necə olur məsələn? Bu ki, bu cür halda yaşayır. Bunun xanımı, bunun uşağı, bunun ailə üzvləri necə yaşayır bundan? Bəli. Zahir gərək gözlənilər. Mən imanlıyam, möminəm, zahirə fikir vermirəm, yox. Belə bir şey yoxdur. Gərək zahiri təmizliyin yerində ola. İkinci məsələ. Həzrət buyurur ki, əşbəhun nas xəlqən və xolqən. Xolq yəni əxlaq. İndi yenə ərz edirəm, nəvənin zahiri görkəmdə Peyğəmbərə oxşamağı müəyyən həddə təbiidir. Amma artıq Həzrəti İmam Hüseyin əleyhissalam Aşura günündə, İmam, Allahın höccəti, o həssas məqamda istəyir oğlu Əli Əkbəri vəsf eləsin, həmin həssas bir mənəvi məqam idi, hal idi o. Oğlum bu cür vəsf eləyir. Elə bir cavan yola salıram meydana, ey mənim Rəbbim, yaradılışında, zahiri görkəmində və əxlaqında sənin Peyğəmbərinə hamıdan çox bənzər idi. Bu əxlaq artıq dərəcə qalxır. Əxlaq yəni mənəviyyat, mənəvi dəyərlər. Quran Peyğəmbərin əxlaqını vəsf eləyibdir. Buyurur ki, və innəkə lə'alə xuluqin azim. Qələm surəsində. Allah bunu buyurur, Peyğəmbər sən əzəmətli əxlaqa sahibsən. Peyğəmbərin əxlaqı çox əzəmətlidir. Quran bu cür vəsf edir Peyğəmbəri. İmam Hüseyin əleyhissalam da oğlu Əli Əkbər haqqında buyurur ki, sən Peyğəmbərə əxlaqda hamıdan çox bənzəyirsən. Yəni, Əli Əkbərin əxlaqı Peyğəmbər əxlaqıdır. Peyğəmbər əxlaqı haqqında da Quran buyurur ki, böyük əzəmətli əxlaq sahibisən. Sonra buyurur ki, və məntiqən danışıqda Peyğəmbərə ən çox bənzəyən insan. Danışığı izah eləyəndə səs tonları var, sözlər, ləhcə və s. laxir. Amma bu məntiq ki buyurur və məntiqən. Quran Peyğəmbər məntiqin vəsf edibdir. Nəcm surəsinin ayələrinə diqqət eləyək. Buyurur ki, və ma yəntiqu anil həva in huvə illa vəhyun yuha. Peyğəmbər məntiqi nə cürdür? Quran buyurur ki, Peyğəmbər həva-i nəfslərindən danışmaz. Və ma yəntiqu anil həva in huvə illa vəhyun yuha. Peyğəmbər nə deyirsə, vəhyidir. İmam Hüseyin əleyhissalam da buyurur ki, ey mənim Allahım, şahid ol bu qovmə, elə bir cavan yola salıram onların meydanına, əşbəhün nas, xəlqən və xolqən və məntiqən bir rəsulik. Sənin rəsuluva hamıdan çox bənzəyir yaradılışında, danışığında və əxlaqında. Bəzi alimlər Həzrət İmam Hüseyin əleyhissalamın bu sözünə istinad edərək Əli Əkbər üçün ismətin dərəcələrin, mərtəbələrin ispat ediblər. Bir adam ki onun, bir şəxsiyyət ki onun əxlaqı Peyğəmbər əxlaqı ola, bir şəxsiyyət ki onun məntiqi Peyğəmbər məntiqi ola, demək bu adamın əxlaqı böyük və danışığı nöqsansızdır. Demək, ismətin dərəcələrinə sahibdir. Şiə istəyir Əli Əkbəri özünə nümunə götürə, əxlaqı nə cür olmalıdır? Əxlaqı gözəlləşdirmək bizə vacibdir. Vacibat fəqət namaz, orucdur. Əxlaqi dəyərləri gərək gözəlləşdirək və əxlaqi dəyərlərə gərək sahib çıxaq.
Şiənin məntiqi Əli Əkbər əleyhissalamı özünə nümunə götürən insanın məntiqi nə cür olmalıdır? Şiənin məntiqi onun qılıncından itidir. Şiə nə cür danışmalıdır? İmam Hüseyin şiəsi Əli Əkbəri özünə nümunə götürən insanın məntiqi gərək əsassız olmaya, dinə söykənə, Peyğəmbər Əhl-i Beytin hədislərinə söykənə. Heç ola bilər ki, Əli Əkbəri özünə nümunə götürən insan əsassız danışsın, yalan danışsın, böhtan danışsın, töhmət vursun. Əli Əkbər məntiqi Peyğəmbər məntiqidir. Allah'ın verirəm öz izzət kərəminə, dünya və axirət bizi Əli Əkbər ağadan ayrı salmasın. İnnə əhsənəl hədis və biləğəl muvizə Kitabullah Əzzə və Cəl Əuzu billahi minəşşeytanirracim Bismillahirrahmanirrahim Vəl-əsr innəl insana ləfî xusr illellezîne âmenû və amilus salihat və təvâsav bil haqqi və təvâsav bis sabr